Cümləniz mübarək olsun əziz dostlar. 2026-cı ili qarşıladıq. Hər birinizə uğur gətirsin, düşərli olsun inşallah və yenə də Emirte İnşaatda qarşınızdayıq ki, bugün də mübarək cümə günümüzdə xüsusi endirimlərimiz var ki, hər birinizi dəvət edirəm bu endirimlərdən yararlanmağa və bu bölməmiz, digər bölmələr haqqında da olan məhsullarımızdan sizə məlumat vermək istəyəcəm. Ustalarımıza mütləq şəkildə lazım olan ölçü cihazı, yəni metrələr buradadır. İstədiyiniz ölçüdə bizim metrələrimiz var və təbii ki, həm ustalara, həm evdar xanımlara lazım olan bizim burada bıçaqlarımız var ki, bütün ölçülər var. Ağız itiliyi olduqca gözəldir və uzun müddət nəyə istifadə etsəniz belə ağız hissəsi getməyəcək, kütləşməyəcək, paslanmayacaq. Çünki hər biri poladdan və xüsusi dizaynla, zövqlə hazırlanan bizim bıçaqlarımızdır ki, mütləq şəkildə mətbəxdə, çöldə, təbiətdə və eyni zamanda istədiyiniz yerdə nəysə kəsmək lazımdırsa, doğramaq lazımdır. Onun üçün bıçaqlar, çapacaqlar, baltalar da lazımdır və bir qədər də ət kəsmək üçün, çolpa doğramaq üçün və daha nədən istifadə etmək lazım olursa mütləq mətbəxdə lazımdır. Amma bunu avtomobildə və üzərinizdə gəzdirmək məqsədə uyğun deyil. Çünki üzərində kəsici və deşici alət olan insanlarda bir qədər özgüvən yaranır. Ona görə də bütün bu məhsulları, alətləri mütləq evinizdə və mənzilinizdə saxlamalısınız. Burada bizim daha nələrimiz var? Bu bütün ustalara lazımdır. Həqiqətən də həm burada mıxı çəkmək lazımdır, çıxartmaq üçün istifadə edirsiniz və digər tərəfindən isə deşmək və yaxud da zərbə indirmək üçün də istifadə etmək olur. Onun böyük ölçüləri də var, onun kiçik ölçüləri də var. Burada bizim kənarları qatlanan kiçik bellərimiz var. Yəni lapatkalar var burada. Bir digər tərəfindən yeri deşmək üçün istifadə olunur. Ağız hissəsindən isə mütləq nə isə qazmaq istifadə edə bilərsiniz. Avtomobildə gözəl bir alətdir. Siz də təbiətlə sevginiz, məhəbbətiniz varsa mütləq bunu üzərinizdə götürün. Çünki gəzintiyə getdiyiniz zaman, ova getdiyiniz zaman, balığa getdiyiniz zaman, piknik təşkil edib kamp qurursunuzsa mütləq bax bu kiçik ölçülü lapatkalardan lazımdır. Burada ümumiyyətlə nə istəsəniz rahat şəkildə axtarıb tapa bilərsiniz. Bu alətlər də gözəldir. Kənd yerində olan dostlar, dekorativ ağaçlar var ki, onun üst hissələrinin artıqlarını kəsib təmizləmək üçün istifadə edə bilərlər. Qiyməti isə 22 manatdır. Burada arabaların təkərləri əgər sıradan çıxıbsa, köhnəlibsə, arabanı atıb yenə araba almağa heç bir ehtiyac yoxdur. Bax, belə gördüyünüz təkərlər, bağlamalar var ki, içərisi də xüsusi olaraq hava ilə dolur. Yəni, içərisində kamera hissəsi də var və bundan burada çoxdur. Ən böyük ölçüdən ən kiçik ölçüyə qədər istifadə edə bilərsiniz. Kənd yerlərdə yaşayan dostlar artıq bildilər bunun nə olduğunu. Çünki zərər vericiləri məhv etmək üçün, ovlamaq üçün bunlardan istifadə olunur. Ustalara ən lazımlı alətlərdən biri də budur. Kənarları uzanır, çıxır. Bununla həm şüşəni rahat şəkildə qaldıra bilərsiniz. Kafel metlağı da ideal qaldırmaq üçün istifadə oluna bilər. Bizim payka aparatımızdır buradakı. Xüsusi olaraq plastik su borularından ustalar istifadə edirlərsə, mütləq bu boruları bir-birlərinə bərkitmək üçün, yapışdırmaq üçün bu alətin köməyini istifadə edə bilərsiniz. Kənd yerlərində olan dostlar bunun nə olduğunu gözəl şəkildə bilirlər ki, bu dəhrədir. Kiçik odun parçalarınızı doğraya bilərsiniz. Bunun uzunları da var, bunun belə kiçikləri də var, belə bıçağımız da var. Bu gündən isə soyuq silahlardan başladım tanışmağa. Burada bizdə baltalar var. Böyük ölçülü baltalar da var, kiçik ölçülü də var, daha belə böyükləri də var. Belə maraqlı çantanızda bir yerə getdiyiniz anda çölə, ova, piknikə bu baltadan da istifadə edə bilər. Qiyməti də çox gözəldir, 12 manatdır. Əladır ki, bunu özümə götürürəm mən. Çox xoşuma gəldi. Həm ağırlığı var, həm möhkəmliyi var. Balta ağır olanda bilirsən ki, rahat istifadə edə bilərsən.